Qiyamət günü təkcə kafirlər üçün peşmanlıq günü deyil, bəzi möminlər üçün də peşmanlıq günüdür. Kafirlər haqq ilə mübarizə apardıqları üçün peşman olacaqlar. Möminlərdən bir qismi isə haqqı lazımınca müdafiə etmədiyi üçün peşman olacaqlar. Siz əgər oturub dərindən düşünsəz görərsiniz ki, İmam Hüseynin şəhid edilməsində Yezid qoşununun nə qədər rolu varsa, həmin qədər də süst möminlərin rolu var. Möminlər İmam Hüseyni lazımı qədər müdafiə etmədiyi üçün Aşura yaşandı. Hər gün Aşura prinsipi ilə yaşasaq görərik ki, bu gün də haqq və batil mübarizəsində haqqın zərbələrə məruz qalmasının əsas səbəbi batilin güclü olması deyil, haqq əhlinin süstlüyüdür. Sizə ən sadə bir misal deyəcəm. Ölkəmizdə yüz minlərlə dindar olduğu halda, İmam Xamneyi təbyin cihadını vacib bildiyi halda, niyə görə sosial şəbəkələrdə fəaliyyət baxımından cuhudlar bizdən öndədirlər? Çünki cuhudlarda olan yanğı bizdə yoxdur. Onlar hiss edirlər ki, məhv olmaq üzrədirlər. Ona görə də var gücləri ilə meydana giriblər. Biz isə düşünürük ki, İmam Zaman gəlib özü hər şeyi düzəldəcək. İmam gəlib düzəldəcək məntiqi Bəni İsrail məntiqidir. Onlar Həzrət Musaya sən və Allahın gedin düşmənlə döyüşün deyirdi. Allahın lənətlədiyi bu qövmin keçmişdə buraxdığı səhvi indi biz təkrar edirik. Ey İmam Zaman, sən gəlib düzəldərsən. Mən görürsən ki, gündə 10 saat işdə oluram. Qalan vaxtı da ailə, uşaq, dostlarla çayxana və s. Mənim axı vaxtım yoxdur sosial şəbəkələrdə bir dəqiqə girib haqq bir paylaşım etməyə. Mən bekar deyiləm ey imam. Sən gəlib özün bu şeyləri edərsən. İnanın ki, bəzən danışığımız buna bənzəyir. Özümüzü mühüm işlərlə məşğul bilirik. Dini müdafiə etməyi mühüm saysaydıq, onda vaxt ayırar və mühüm işlər sırasına daxil edərdik. Vəssalam.